Çox adam deyər ki, yəni mən çox oxumuram. Yəni yatmayım, oxuyum teması deyil. Uşaqların qəhrəmanlığıdır. Uşaqların yuxusuz gecələrinin bəhrəsidir. Uşağın bir istedadı var. Sadəcə onu valideynlər kəşf etməlidir. Azərbaycan təhsilində daha bir gənc istedad öz imzasını atdı. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Texniki Təbiət Elmləri Liseyinin 11-ci sinif şagirdi Nihat Həsənov buraxılış imtahanlardan maksimum nəticə göstərərək 300 bal topladı. Bu uğur yalnız onun şəxsi zəmanətinin deyil, eyni zamanda məktəbin keyfiyyətli təhsil sisteminin və müəllimlərinin peşəkar yanaşmasının parlaq nəticəsidir. Sumqayıt Təhsil Sektorunun müdiri İman Ağayev Nihatın timsalında uğur qazanan bütün şagirdləri ürəkdən təbrik edib. Məlumat verilib ki, Nihat Həsənov uzun illərdir dərslərdə göstərdiyi yüksək nəticələrlə seçilib. Nihat məktəbdə keçirilən fən olimpiyadalarında da fəal iştirak edib. Onun 300 bal toplaması təsadüfi deyil. Bu sistemlə hazırlıq, məqsədyönlü çalışma və dayanmadan öz üzərində işləməyin nəticəsidir. Hər şey bir növbədən başlayır. Təməllər sağlam atılandan sonra, məsələn, yəni binanın təməli olmayandan sonra istədiyiniz qat yüksəldin, əvvəl-axır o bina çökür. O təməllər möhkəm atılmalıdır. Kiçik yaşlarımdan, yəni anam, xalalarım, nənəm, dayım, yəni hər kəs yanımda oldular, hər kəs müəllimdir demələr. Yəni nəsildə və genetikdə burada bir təsir oynadı. Deməli, yəni kiçik yaşlarımdan anam həmişə yanımda oldu. 4 yaşımdan artıq ingilis dilində dil açmağa başladım. Gözüm təhsilə açılıb, belə deyim də, yəni ağlım kəsib dərs. İbtidai sinifdən yolum TTL ilə kəsişdi. Burada çox gözəl anlarım oldu. İbtidai sinif müəllimim, Emrah müəllimə ilə. Sonra artıq böyüdük və əvvəl ibtidai sinifdən məntiq yarışlarına qalib idisə, artıq böyüyəndə kimyadır, biologiyadır, təbiətdir da olimpiadaların qalib olmağa başladıq. Əlbəttə ki, bu motivasiyadır. Motivasiya və prinsipiallıq məncə yetərlidir və həm də təkrara çox önəm vermək lazımdır. Yəni mütəmadi təkrarlıq və sağlam təkrar lazımdır. Məsələn, mən çox adam deyər ki, yəni mən çox oxumuram. Yəni yatmayım, oxuyum teması deyil. Sadəcə kiçik müddətdə yetəri qədər oxumaq mənə bəs elədi bu yolda. 2 saat oxuyum, 3 saat oxuyum, amma yetəri qədər məlumatı alım, imtahana 2 sual, 3 sual qabağa düşüm deyə və artıq o dövr ərzində yetişdi və imtahan çatdı və əziyyət çəkmişdim. Bəhrəsini görməyə hazır idim, Allaha güvəndim və Allah istəsə bu əziyyəti bəhrələndirəcək, istəməsə mənə bir sınava çəkəcəkdi. Mən əziyyəti bəhrələndirməsi üçün dua elədim və imtahana girdim. İmtahandan şükür alnımın ağı ilə vicdanım rahat çıxdım. Mən 701-ci sinifdən hədəfləyirəm, belə desə, yəni o yolda gedirik. İndiki, yəni qabaq danışma olmasın, Allah istəsə niyə olmasın 700. Müəllimlərin sözlərinə görə Nihat dərs prosesində hər zaman diqqətli suallara maraqla yanaşan və dərin düşüncə tərzinə malik bir şagird olub. O yalnız biliklərlə kifayətlənməyib, həm də fərqli mənbələrdən oxuyaraq öz dünya görüşünü genişləndirib. Onun analitik təfəkkürü, məsuliyyətli yanaşması və intizamı bu uğurun əsas açarlarıdır. 2024-25-ci tədris ilində liseyimizin 11-ci sinifini 40 nəfər şagird bitirir. Onlardan 38 nəfəri 200 və 200-dən yuxarı bal toplanmışdır və 2 nəfər isə onlar da 200 bala yaxın bal toplayıblar, amma indi şans deyilən bir şey var ki, onların balları 200-dən aşağıdır və bu rəqəmin özü mənə belə gəlir ki, buradakı o Texniki Təbiət Elmləri Liseyindəki ab-ı havanı göstərir və 40 nəfərdən 38 nəfəri hamısı 200-dən yuxarı bal toplamağı mənə belə gəlir ki, bu qürur vericidir və onların içərisində 20 nəfərin 280-dən yuxarı bal toplamağı, bu isə mənə elə gəlir ki, rekord nəticədir və təbii ki, onlardan biri ən yüksək bal toplayan Nihat balamızdır ki, o 300 bal toplayıbdır buraxılış imtahanlarında və ümumilikdə isə təbii ki, Nihatın nəticəsi hər birimizi sevindirdi. Nəinki Nihatın, bayaq dediyim bu nəticələri də əldə etmək elə-belə məsələlər deyil. Yəni 300 bala yaxın bir rekord nəticələrdir. 40 nəfərin topladığı balların orta balı 260-dan yuxarıdır. Bu bizim lisey üçün ilk deyil. Liseyimizdə 700 maksimal balla ali məktəbə qəbul olan məzunlarımız olubdur. 300 bal toplayanlar olub və mənə belə gəlir ki, bu buraxılış imtahanından sonraki blok imtahanlarında da yüksək nəticə göstərərək ən yüksək o maksimal balı toplayacağına ümid edirik uşaqlarımızın.
Nihadın ailəsi onun təhsilinə hər zaman böyük önəm verib. Evdə yaradılan sakit və dəstəkverici mühit onun daha məhsuldar hazırlaşmasına şərait yaradıb. Şükür bu günə, deyirəm, neçə illər arzusunu qurduğumuz, deyək ki, bu 4 yaşından təhsil yolunda addımladığımız addımın uğurlarını görürük yavaş-yavaş. İnşallah ki, bunu daha da maksimum nəticəni yekunlaşdıracağıq. Hansı yarışa gedib, hansı yarışmalarda olub, həmişə ən yüksək nəticələrlə qayıdıb gəlibdir. Adamın yenə o içində bir buruqluq qalır ki, bəlkə bir yerdə, ancaq dedim, ana narahat olma, 300 bal bizimdir. Həm də çox böyük qızdırma ilə getmişdi, 38 qızdırma ilə bu yarışa qatılmışdı, imtahana getmişdi. Şükür Allaha ki, Allah bizə bu günü yaşatdı. Nihat Həsənov gələcək planları haqqında danışıb. Onun arzusu ölkəmizin inkişafına töhfə verəcək yüksək ixtisaslı bir mütəxəssis olmaqdır. O vaxt Əbuzatsa Riyasətdən oyunçusu var idi, Nihat Qahveci. Adımın Nihat qoyulmaq belə oradan başlamışdı. Oğlum olacaq, adı Nihat olacaq. Bu məktəbdə oxuyacaq, TT-nin qabağından keçəndə buranı adla bitirəcək və sonunda həkim olacaq demişdi. Arzuların çoxunu olaraq bitirmişəm, bir dənə həkimlik qalıb, inşallah da bulaq imtahanı verib, neyrozərrah, yəni beyin cərrahiyyəsində işləyib, sonra ölkəmə qayıdıb, ölkəmə xidmət eləmək. İnşallah gələcəkdə nəsibdirsə, ölkəm üçün institut tikib, orada həmin oxuyacağı üçün bir fürsət yaratmaq istəyirəm. Bu möhtəşəm nəticəyə görə Nihat Həsənovu ürəkdən təbrik edir. Ali təhsil pilləsində və gələcək həyat yolunda ona sonsuz uğurlar arzulayırıq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.